Əziz coğrafiya müəllimləri, ekrana yaxın əyləşin. Yəqin ki, hər birinizə maraqlıdır ki, görəsən müəllimlərin işə qəbulu və sertifikasiya imtahanında coğrafiya və kurikulum sualları necə düşür, hansı formatda düşür, hansı çətinlik səviyyəsində düşür. Bax, bugün sizlərə BPA-nın coğrafiya müəllimi, Anar müəllimlə birlikdə tam imtahan formatlı suallar təqdim edəcəyik. Ümid edirəm ki, bu suallar sizə imtahan haqqında müəyyən təəssürat formalaşdıracaq. Mən də hər kəs salamlayıram və Gülər müəllimin dediyi kimi coğrafiyadan MİQ və sertifikasiya tipli sualların izahını verəcəm. Başlayaq birinci sualın izahına. Suala baxaq. Sual uyğunsuzluq müəyyən edindir. Uyğunsuzluq dediyi üçün bəzən uyğunluq kimi müəllimlər götürür, tenki səhv edir onda. Doğrunun altdan doğrunu, yanlışın altdan yanlışı. Orada uyğunluq səsəydi, bəli, bu cür idi. Uyğunsuzluq dediyi üçün doğrunun altdan yanlışı, yanlışlardan doğrunu götürməliyik. Baxın birinci cümləyə. Şimali Amerikada Mississippi ovalığında buzlaq relief formaları üstünlüyü təşkil edir. Ümumiyyətlə biz bilirik ki, Mississippi ovalı yaranması alüvyal mənşəli. Mississippi çayı yaradır Mississippi ovalığında. Ona görə də buzlaq relief formaları təxmini 40 dərəcə şimal enliyə qədərdir Şimali Amerikada. Mississippi ovalığında buzlaq relief formaları üstünlüyü təşkil edə bilməz. Bu səhvdir, bu səhv fikirdir. 3-ə baxırıq, deməli, çıx qoyuruq, yəni səhv fikirdir. Şimali Amerikada yerləşən böyük hövzə yaylası Qobustan alçaq dağlığı ilə təqribi eyni enişdə yerləşir. Düşünək, bu biraz xəritə bilimimizdən istifadə etmək lazımdır burada. Bəli, böyük hövzə Qobustan təxmini 40 dərəcə paraleldə yerləşirlər. Bu da doğrudur. Bu doğrudur. Amma biz bunu cavab olaraq götürməyəcəyik. Çünki biz doğrunun altından yanlış seçməliyik. Yanlışın altından doğrunu axtarmalıyıq burada. 2. Şimali Amerikada maksimum və minimum nöqtə eyni ölkə daxilində deyil. Şimali Amerikada ən yüksək zirvə hansı idi düşünək və şərq bölməsinə yazaq. Aha, tapdınız. McKinley və ya ikinci adı Denali 6194. Bəs ən alçaq nöqtə -86 ölüm dərəsi. Hər ikisi ABŞ arasında yerləşir. Ona görə də bax, bu səhv fikirdir. Deyir ki, eyni ölkə daxilində deyil. Amma eyni ölkə daxilində oldu axı. Amma yanlışlardan yanlış bizim cavabımız ola bilməz. Şimali Amerikanın şimalında yerləşən Kanada Arktik arxipelağı iki şıqlama qurşağında yerləşir. Aha, düşünək, Kanadaya aiddir. Amma belə bir sual verin. Bu düzdür. Bu düzgün fikirdir. Yanlışlardan doğru cavab götürəcəyik biz. Amma belə bir sizə sual verin. Bura cavab 1 ilə 4'dür. Yəni, doğrunun altdan yanlışı, yanlışlardan doğrunu götürdük. 1-4'dür. Amma sizə belə bir sual verim. Siz onu şərh bölməsini mütləq yazın, özüm oxuyacağım. Kanada Arktik arxipelağının iki şıqlama qurşağında yerləşməsinə səbəb olan ada hansıdır? Bax, bu sualın cavabını mən şərh bölməsində gözləyəcəm. İndi isə keçək kurikulum sualına. Kurikulum sualı da coğrafiya ilə əlaqəli bir sualdır. Gəlin sualımıza diqqət yetirək. Müəllim sual verir. Əgər Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxarsa, Azərbaycanın iqtisadiyyatı necə təsirlənər? Şagird kənd təsərrüfatı, sənaye, turizm və ekoloji nəticələrin bir-biri ilə əlaqəsini müxtəlif saytlardan araşdırır. Oradan oxuduğu məlumatları anlayır. Deməli, nə edir? Saytlardan araşdırır, oxuduqlarını anlayır. Araşdırdığı məlumatların etibarlı olub-olmamasına xüsusi diqqət edir. Yəni, müxtəlif saytlardan məlumat topladım. O saytlar etibarlı mənbə sayılır, yoxsa etibarlı deyil. Bunu da araşdırır. Sonda araşdırmanı ümumiləşdirərək belə bir nəticəyə gəlir və bildirir ki, 200 ildən bir dənizin səviyyəsi dəyişir. Yəni, 200 il Xəzərin suyunun səviyyəsində yüksəlmə, 200 il isə azalma müşahidə edirik. Azalmanın güclü fəsadları olmasa da dəniz səviyyəsinin artması iqtisadiyyata güclü zərər verir. Məsələn, ötən əsrdə dəniz səviyyəsi 2,5 metr artmışdı. Bu səbəbdən Azərbaycanda 50 min hektar ərazini su basıb və büdcəyə 2 milyard dollar zərər dəymişdi. Deyir ki, müəllim bu tapşırıqlar şagirdlərdə hansı düşünmə formasını inkişaf elətdirir? Deməli, müəllimlər, biz müxtəlif düşünmə formalarını keçmişik. Bir də 21-ci əsr bacarığını soruşur. Yəni, bu sual iki mövzunu əhatə edən bir sualdır. Diqqət yetiririk ki, şagird nə edir? Müxtəlif mənbələrdən məlumat topladı, oxuduğunu anladı, topladığı məlumatların etibarlı olub-olmadığını
araşdırdı. Deməli, biz burada nəyi araşdırırıq? İnduksiyadır, yoxsa deduksiyadır? Diqqət yetiririk ki, şagird araşdırmalardan sonra nəticəyə gəlir. Ona görə induksiya olur. İnduksiya burada iki variantda var. Yəni, şagird əvvəlcədən bilmirdi, araşdırdı, sonda fikrini ümumiləşdirib nəticəyə gəldi. İnduksiyadır. Yəni, aydındır ki, ya cavab C olacaq, ya da ya avtomatik digər variantları silirəm. Daha sonra 21-ci əsr bacarıqlarına da diqqət yetirməliyik. Savadlılıq, rəqəmsal savadlılıq. Burada isə yazılıb ki, mədəni məlumatlılıq, savadlılıq. Burada mədəni məlumatlığa aid heç bir situasiya yoxdur. Ona görə Y variantı da getdi. Cavab olur C. Bəs nəyə görə C variantı? Savadlılıq kompetensiyası ona görə ki, bax, burada yazılıb ki, oxuduğu məlumatları anlayır. Savadlılıq nədir? Oxuduğunu, eşitdiyini anlamaq, fikirlərini şifahi və yazılı şəkildə qarşı tərəfə çatdırmaq. Oxuduğunu anlamağa görə savadlılıq götürdük. Bəs niyə rəqəmsal savadlılıq? Çünki şagird müxtəlif saytlardan topladığı məlumatların etibarlı olub-olmadığını araşdırdı. Bu isə nəyi göstərir? Rəqəmsal savadlılığın olduğunu göstərir. Bu qədər. İndi isə keçək coğrafiya sualının izahına. Bu idi. Aha, bəli. İndi biz növbəti sualımıza baxırıq. Aha. Amma burada uyğunluğu müəyyən edin istəyir. Uyğunluğu doğrunun addan doğru fikirləri, yanlışın addan yanlış fikirləri götürəcəyik. Baxaq, doğrunun addan birinci və üçüncü oxuyaq. Cənubi Amerikanın və dünyanın ən hündür Fayeton vulkanı. Bura qədər biz cavab verə bilərik. Bu hansı vulkandır? Lüleyko vulkanı. 6723 metr. Ən hündür vulkan. Həm Cənubi Amerikanın, təbii ki, dünyanın. Mülayim işıqlama qurşağında yerləşir. Düzdürmü? Əlbəttə düzdür. Cənub mülayim işıqlama qurşağında yerləşir Lüleyko vulkanı. 6723 metrdir. Ən hündür Fayeton vulkanıdır. Bu doğrudur. Doğrunun addan doğru bizim cavabımızdır. Sonra, Cənubi Amerikanın cənub-şərqində fiyortlar geniş yayılıbdır. Ümumiyyətlə, fiyortlar nədir? Onu deyək, sonra deyək ki, harda, yəni doğrudur, səhvdir. Fiyortlar buzların təsirlə yaranır. Dərin, dar, ensiz körfəzlərdir. Yəni, buzlaşmanın təsirlə yaranır. Cənub-şərqində yox, cənub-qərbində, Çili ərazisində daha çox yayılmışdır. Ona görə də, bax, bu səhvdir. Cənub-şərq yox, cənub-qərbi olmalıydı. Bu səhv fikirdir. Yanlış addan yanlışları tapmalıyıq, yanlışı tapmalıyıq. Cənubi Amerikanın şimal uzqan nöqtəsi Parinyasdır, səhvdir əlbəttə ki. Peru ərazisində yerləşən Parinyas Cənubi Amerikanın qərb uzqan nöqtəsidir. Amma şimal uzqan nöqtəsi Qalinyasdır. Qalinyas Kolumbiya ərazisində yerləşir. Bu səhvdir. Cənubi Amerikada vulkanik dağ olan İlyampu dağı deyən kimi beynimizə 6486 metr gəlir. İlyampu vulkanik dağdır və hündürlüyü 6486 metrdir. Boliviyada yerləşirmi? Bəli, tamamilə doğrudur. Boliviyada yerləşir. Amma biz buna plus qoyuruq. Yanlış altdan yanlışı seçdim. Doğrunun da altından doğrunu seçdiyim cavab 1 ilə 2-dir. 1-2 cavab C bəndi. İndi isə keçək kurikulum sualının izahına. Yenə də düşünmə formalarıyla bağlı sadə bir testi, bu dəfəki çətin deyil. Müəllim coğrafiya dərsində şagirdə ölkələrin coğrafi mövqeyi haqqında suallar verir. Şagird fikrini şifahi şəkildə təqdim etməkdə çətinlik çəksə də, xəritə qarşısına keçərək, xəritədə göstərib müəllimin suallarını rahatlıqla cavablandırır. O, xəritəyə baxaraq ölkələrin yerləşməsini, istiqamətləri və məsafələri daha yaxşı yadda saxladığını vurğulayır. Uşaq var ki, eşidərək, danışaraq öyrənir, fikirlərini çatdırır. Uşaq da var ki, özü mütləq görməlidir, göstərməlidir, praktik şəkildə göstərərək nəyisə izah eləməlidir. Bu, qeyri-verbal düşünməyə aiddir. Yəni, burada da şagird diqqət yetirirsə, deyir ki, müəllim, mən xəritədə görməsəm öyrənə bilmirəm. Orada görərək ölkələrin coğrafi mövqeyini daha yaxşı yadımda saxlaya bilirəm. Bu qədər əziz müəllimlər, ümid edirik ki, suallarımız xoşunuza gəldi. Növbəti videolarda görüşənədək. Sağ olun.